Bu şeyə baxıram. Dünənləri Instagramda birdən-birə qabağıma çıxdı. Ağcabədidə bu Gördüm statuslardan paylaşım. arzu olunmaz bu pedofiliya məsələsi və ailənin bu məsələyə belə deyək də ədalətsiz yaxınlaşmağı. Burada məsələni ümumiyyətlə mental və yaxud dövlətin məhkəmə sistemindəki səhvlər kimindən daha çox ümumi ədalətsizlik məsələsi kimi görürəm. Çünki məsələyə bir həmin uşağın gözündən baxanda gör həyat onun üçün nə qədər ədalətsiz davranır. Yəni həyatda başqa bir faciə gəlir. Fərqi yoxdur necə olub. Heç o hissəsini araşdırmamışam, araşdırmayacam da. Fərqi yoxdur o hadisə necə baş verib. Başqa bir faciə gəlib. Bir uşağın gözündə bir əmid də, yaşlı biri də, dayı-daydı. Bir məsələ axırı belə deyək də cinsi münasibət baş verib, uşaq olur. Əslində söhbətə o tərəfdən eyni yerə vururuq əslində. O tərəfdən baxmıram, necə baxıram söhbətə. Bir hərəkət eləyəndə, nəyəsə bir qərar verəndə, fərqi yoxdur heç özüm üçün qərar verəndə və yaxud da valideyn olaraq uşağım üçün qərar verəndə bu həmin o nikahın okey verilməsi də belə deyək. Nəyəsə özüm üçün də, başqası üçün də bir qərar verəndə ondan sonra olacaq şeyləri də fikirləşirəm həmişə. Ki bundan nə baş verir? Adicə mən kiminləsə söhbət eləyəndə bir ən azından dialoqdakı Nikah deyəndə o dini şey deyirsən də, kəbini deyirsən, yoxsa necə? Fərqi yoxdur da. Ortada nikah yoxdur olsa, dövlət şeyi yoxdur, 13 yaşlı uşağına dövlət sənədi. Amma bu valideynlərin razılığı nə olur? Valideynlərin razılığı. Hə, nəsə bir açığı mən məsələni sadəcə bir neçə blogerin kommentariyası və bir dənə xanım şey hazırlamışdı, şablon hazırlamışdı. Yəqin görmüsən qırmızı fonda belə bir. Hə, ya mən buradan bildiyim qədəridir. Belə deyim də, adama bir təhər gəlir təfərrüatı maraqlanmaqda. Düz təfərrüatı maraqlamamış burada kommentariya bildirmək, mən daha çox bu məsələnin ədalətliliyi prinsipinə kommentariya bildirməyin tərəfdarıyam da. Amma ki, mən bilən yəqin ki, valideynlərin xəbəri yoxdursa, sonradan bildikləri xəbər necə olub? Yəqin xəbər olmayıb. Hə, hadisə necə olub? Bir olub prosedur, uşaq olub. Məhkəmə yetkinlik yaşına çatandan sonra yoxsa şəxsin nəsə azadlığa çıxandan sonra evlilik cəza verəndən sonra şeyə kəsiblər onu. Aha, sonra yetkinlik yaşına çatdıqda ailə həyatı qurma şərti ilə nəsə belə bir şey olub. Və bunun arxasıca da valideynləri uşaqdan imtina edib, uşaqdan. Yəni söhbət böyüyüb deyən uşaqdan imtina ediblər də. Budur da elə ən böyük problem mənim gözümdə. Yəni onsuz da bir xəstə var. Mən o sözümü açıq ona gətirdim ki, bir şeyin üstündə nəyəsə qərar verəndə biz onu fikirləşmirik, onun fəsadlarını. Mən də bu tərəfdən girdim ki, hər hansı bir qızların az yaşda, nə bilim, ərə verilməsi zad bu şeydən girdim. Əslində bu temaların çoxsu elə bunlardan başlayır da. Ən çox da rayon yerlərində, biraz təhsil zəif olan yerlərdə, məlumatın zəif olan yerlərində bu şeylər çox baş verir də. Yəni bunun gedişatını fikirləşmirik. Mən başa düşdüm sən nədən girdin. Sözümü ora gətirdim ki, elə adicə elə valideynlərin razılığı ilə belə bir də görürsən qız uşağına hər hansı bir mal mülk kimi baxırlar ki, yaxşı yerə ərə verəcəm. Yaşı böyük, yaxşı yerə ərə vermək üçün də yaşı avtomatik böyük olmalıdır. Belə özü də mənə görə belə pedofiliyə gətirib çıxardır ki, qızın 14-15 yaşı var. Kişinin olur bir 30-35 yaşı. Arada bir rahat 2 dəfə fərq var. Bundan sonra yaranacaq momentlər var, hansı ki, heç kim onu fikirləşmir. Birinci, o bioloji tərəfinə girmirəm. Bioloji tərəfinə 13-14 yaşında onsuz da bir qadının uşaq doğması, onsuz da başqa dövrlərdə bu dövrə biolojida bəs eləmir də. Yəni bu dövrdə bioloji heç bəs eləmir. Fəsadlarını gətirib deyirəm ki, sonsuzluğu, nə bilim, qan axması, bu yaşda ümumiyyətcə hamilə qalmamalıdır. Bu heç o qırmızı xətt ona görə 18-də və yaxud 16-da çəkilib. Bu ondan qırağa. Oradan doğulan uşaq. Oradan doğulan uşağa həmin bu qız özü 15-16 yaşı var. O nə təhsil verəcək? Cəmiyyət yarımçıq qaldı. Demirəm, Bakıda belə bir şeylər az olur. Şəhərin mərkəzində belə deyək də, paytaxt şəhərdə zətdə. Amma biraz daha belə sivilizasiyadan biraz uzaq olanda, rayon yerlərində avtomatik bu çoxdur da bu hallar. Və belə deyim, o ananın o uşağa verəcəyi tərbiyədən bu cəmiyyətə hansı töhvəni verir, belə deyək. Biz uşağı gətirəndə ən azından uşağımızı da fikirləşəndə normal, adekvat cəmiyyətdə fikirləşsən ki, o uşaq vəbşə cəmiyyətə
şeyli. Düzdür. Nə Biraz töhfə söhbətdən verəcək? yayınıram bu temada. Yox, Amma yox, aşağı elə- yuxarı həmin elə şeyi o gətirib çıxardırıq lazımlı ki, söhbətlərdir. lazımlı söhbət ki, aşağı yuxarı gətirib həmin şeyi çıxardır. Elə pedofiliya o situasiyadır. Onu qoysam qırağa, ondan yaranan şeylərə gətirib çıxardığında gör nə qədər cəmiyyət də dal atır. Biri baxıb o birisinə də hərəkət eləyir. Yəni bunu pis kimi bizə göstərmirlər. Ya hadisə kimi göstərirlər. Hamı da odaqlanıb şeyə. Qaqaşa niyə 6 il verdilər? Niyə icbari? Məhkəmə prosedurlarına şey eləyir. Düzdür, razıyam. Cəzalara Yo, görə o da lazımdır. razıyam ki, cəzalardan biz şey götürürük ki, hə, mən bir də bunu eləmərəm. Uşaqlıqdan biz elə tərbiyə olunmuşuq ki, filan şey eləsən bu olar. Hə, bundan qorxmuşuq, eləməmişik. Düzdür, o da var. Amma bu rahatlaşdırır cəmiyyəti ki, hə, 6 il qaqaşa verdilər, ondan sonra bu çıxdı icbari, yatacaq, nəmli, biraz rahatlaşdırır. Bu da pisdir əslində. Adicə oğlan var deyə bir neçə nəfəri qətlə yetirmişdi. Anasını, atasını, bacısını bu yaxınlarda 4-5 nəfəri birdən gəlib. Görməmişəm açıq. Aha. Oğlan psixoloji problemləri var idi. Psixoloji problemlərdən dolayı belə deyək, bunu yığışıb 5-10 manat qohum-əqrəba yığıb vermişdi, dəlixanada yatmasın qaqaş. Aha. Cəmiyyətdə olsun, hamımız kimi olsun. Əslində cəmiyyəti fikirləşməyib hərəkət eləyir. O uşaq elə 5-10 nəfər yığışır qohum-əqrəba. Oğlan psixoloji problemləri var, əslində manyaklıq dərəcəsindədir də, yəni. Ya bu içəridə olmalı, şey də olmalı. Hə, yəni deyirlər ki, yox da bəs filan kəsin balası da qoy gün üzü görsün, qoy çıxsın bayırda deyəsin hamı kimi. Altına maşın alıb verilib, kaşyoka pul qoyulub, dəlixanadan da Hə, başım ondan sonra hadisəni törədi. Yox, həmişə psixoloji problemləri olub, amma cəmiyyətdə sən mənə kimi gəzib. Aydındır, yəni bu azadlıq veriləndən sonra hadisəni törədib də, onu demək istəyirsən. Azadlıq veriləndən sonra bu heç vaxt onsuz dəlixanada yatmayıb. Oy. Başa düşdün? Yəni söhbət odur. Yəni bunu qohum-əqrəba gizlədib ki, demə filan kəsin oğlu belədir, demə filan kəsin oğlu belədir. Bu da axırda ədalət elə oradan başlayır da. Hə, okey, indi yəqin ki, indi detallara getmirəm. Çox güman ki, bunun üçün elədiklərinə görə bunu da tez-tez başına qaxınca olub bu şey. Axırda oğlan gəlib atasını, anasını, balaca bacısını deyəsən, daha doğrusu bacısını, şimdi bir neçə nəfəri öldürmüşdü. Bir günün içində 4-5 nəfəri öldürmüşdü. Özü də amansızcasına. Bu nədir? Bu da bir ki, bilmirik də, indi o oğlan deyəsən, məsəl üçün qızla bir cinsə əlaqə olub, bu yəni az yaşda pedofiliya söhbətinə gəlsən, çox güman ki, bu oğlan da necə bu uşaqlıqdan bu özünü hiss elətdirməmişdi. Bu birinci deyil ki, bunun üçün. Yəni bilirsən necə, ümumiyyətlə ən birinci ədalətsizlik, haqsızlıq hissəsi ordadır ki, bu şablon kimi səslənsə də kişi olaraq məncə biz bunu rahat deyə bilərik də. Kişidir deyə buna göz yumulur bu cür hallara. Yəni bu kriminal həddinə çox adam göz yummur, okey, amma ki bu ilk başda səncəni Newjeli özünü göstərməyib. O Newjeli hissəsində kişidir deyə göz yumulub ki, şeydə olan işdir kimi baxılıb. Yəqin ki, bu adam artıq bunu özünə qəbul etdirib, ətrafına qəbul etdirib, artıq bir yerdən sonra bu məsələ bura gəlib. Warning kimi görməyib də ki, bunun üstünə düşək. Dostanışa onun abırı padnosun üstünə qoyub ki, bu qaqaş belə hərəkətlər eləyir, halaldır, bacardım bunu, nəminə. Belə şeylər olub. Evində də aşağı yuxarı bilsələr belə oğlumuz deyənə gizlədək. İnanmıram, yəni bu birinci praktikada birinci bir şeydir. Yəni ən azından praktikada nəticəyə varmasa belə, iyi çıxmasa belə, amma yenə də bu hiss elətdirib də həmişə. Bu şeyin Əlixan Rəcəbovun kinosu var idi, səriyə. Mən o çıxanda açıq fikirləşdim ki, kimsə də var idi, mənə həm fikir idi ki, yəni biraz belə gec oldu da, elə bil də bu çəkilib, bu danışılıb, bu bilirik, bu qurtarıb bu məsələlər, yəni çox belə cüzi miqdardadır. Doğrudan da mən elə fikirləşirdim ki, yəni bu kütləviliyini itirib, artıq bu yox olacaq bir şeydir də. Elə bir ki, bu virus şey olur, belə zəifləyir, artıq adi qrip həddində olur, sonra da yox olur, gedir məsəl üçün də. Mən bu belə görürdüm bu problemləri ki, yəni artıq bitdik. Bitirdik bu məsələni. Dayı mən sən demiş hara qutarıb. Bu faciədir əslində. Yəni həmin nəinki həmin region, Azərbaycan üçün də məncə bir faciədir, amma kifayət qədər heç nəzərdə də deyil ha, mən sənə deyim. Mən birinci o şeyi paylaşandan sonra açığı girib baxırdım ki, neçə nəfər o eyni şeyi paylaşıb da 60.000 civarı idi açığı dünən axşam. Bugünə də olsun 100.000, 150.000. Yəni də paylaşmaq çox aşağı rəqəmdir. Yox, paylaşmaq şərtdir. İlk növbədə məncə paylaşmaq şərtdir ki,
hələ də bu mövzu haqqında bir fikir bildirməyən məşhurlarımız, filanımız, bəhmənimiz, televizora vapşe çıxmır məsələ. Yəni bunlar şərtdir ilk növbədə ki, yəni məsələnin neqativ bir şey olduğunun fərqində olmayan adamlar var ümumiyyətlə. Yəni məsələni təqdim etmək lazımdır. Bir fikirləşdik ki, bu niyə bu xəbər ediblər ki, sonra fikirləşdik ki, bu pis imiş. Yəni bu biz hamını belə şeyləri başa düşəcək potensialda görürük, amma elə deyil. Elə olsa bu hadisələr bu qədər kütləviləşməzdi. İnanmıram ki, normal baxırlar. Yəni beyinlərində bir iskra getmir ki, yəni bu nə hərəkətdir. Yəni 100% bunu görüb. Prosta paylaşmamaları indi bizi. Yox, mən paylaşmayanları demirəm. Paylaşmağı biz eyni fikirdə olmaq eyni fikirdə olan cəmiyyətdən danışırıq. Ola bilər indi paylaşma, amma inanmıram ki, beyinlərində bir yəni düzəlməyinə düzəlməyib. Onsuz da bu sədisənə səriyə kinosuna kimi düzəlib zad. Narkomaniya kimi bir şeydir. Həmişə var da bu. Yəni belə böyük cəmiyyətlərdə, adicə Türkiyədə nə qədər görürük bunu. Adam çoxdur, düzdür, əhali çoxdur, bizə ondan nisbətlə. Onlarda biraz nəzarətsiz hissələr çoxdur. Nə bilim hansısa dağın başında kəndlər falan bizdə də var, düzdür, amma bizdə həmin o dağın başındakı kənddən Bakıya məsafə 5 saatdır da, ən misalda 6 saatdır məsəl üçün də. Onlarda elə deyil axı məsələ. Yəni şəhərləşmədən çox kənardılar. Yəni onlarda kənd var ki, bəlkə telefondan xəbəri yoxdur. Ora üçün məqbulluq dərəcəsi bir başqadır, bizim üçün bir başqadır. Yəni bizdə bu artıq olmamalı idi. Bizim kəndimiz hansısa Norveç kəndinin bərabər olmalıdır mənim fikrimcə. Yəni nə kommunikativ çatışmamazlığı var ki, bu hallar baş versin. Yəni bu adam TikToka girə bilirsə, deməli hər şey əli çatır da. Yəni elə buydu potensialı insan olaraq həmin kəndin adamının. Yəni biz bu məsələyə görə bu kəndin ağsaqqalına kimi özünü narahat hiss eləməlidir, başa düşdün? Amma özünə aid eləmir bu məsələni. Nə bilim rayonun icra hakiminə kimi narahat olmalıdır, polis idarə rəisi narahat olmalıdır. Nə bilim biraz rütbəli şəxslərdən, vəzifəli şəxslərdən danışdım. Təkcə vəzifəli yox, başqa belə deyək, nüfuzlu şəxslər də olur da. Nə bilim o kəndin nə bilim ziyalısı, savadlısı hamı narahat olmalıdır. Bir məşvərət eləməlidir ki, bu kənddə, bu rayonda və ümumiyyətlə bu Azərbaycanda niyə bu məsələ var? Sən xəbər var deyib, bir dənə ilkin adında müəllim var idi. Bərdədə idi, yoxsa Tərtə hardasa belə bir şey olmuşdu. Uşaq elə bir ki, səhv eləmirəmsə zorakılıq halı vardı. Balaca yaşlı uşaq idi. 9-10 yaşında nəsə belə bir şey uşaq idi. Ondan sonra onu yandırmışdılar. Doğrayıb yandırmışdılar. Belə bir şey olmuşdu. Yadından çıxdı. Yoxsa Qazaxda idi. Hardasa belə bir yerlərdə idi. Hardasa belə bir şeydi. Əvvəldə düzdür, orada yəqin ki, hələ də bu şey davam eləyir. O istintaq deyə nə deyə də o işin bu iş davam eləyir. Amma o neçə dənə məhkəmə oldu. Onu diqqətlə hər dəfə izləyirdin də o məsələni. Belə deyim də, kənddə bir nəfər biraz belə psixoloji cəhətdən biraz belə zəif adam var idi. Hansı ki, biraz belə şey adam. Hiss edirsən, biraz anormaldır. Biraz asosialdır biraz da belə başqa cür. Onu demirəm, bəlkə də mən cəmaətin işinə qarışmış kimi amma onun boynunda qaldı belə deyə. Amma heç bütün məhkəmələrinə baxırdım, izləyirdim. Heç inanmıram ki, o elə bir şey eləmişdi. Vəziyyət nə idi? Vəziyyət daha o həddə çatmışdı ki, kommentlərdə oxuyurdum. Ondan sonra o kənddə yaşayan adamlar hansı ki, mən ictimai təzyiq var idi, ona görə bir dənə nəfər atdılar məsələn. Elə bir söhbət idi və o qədər mən professional işləmişdi ki, həmin o şeydə, o cinayətdə iştirak edən adam necə idi söhbət? Yəni bir kommentarlərdə, düzdür, kommentariya nə qədər inanarsan bilmirəm, amma bir də cəmiyyətdə olurdu adamlar ki, həmin də filan kənddənəm, eşitmişəm, bəs filan kəs belə deyir ki, yəni anası ilə atası, valideynlərinin qərarı idi o. O uşağın belə deyə də ola bilər, nə bilim, orqanal veri də ola bilərdi. Nəsə də yəni ki, o uşaqdan bir istifadə edib ondan sonra da yoxa çıxartmışdılar o uşağı. Axırda da bir nəfər tapmışdılar ki, həmin vaxtlarda keçib bizim qapının yanından, yoxsa girib çıxıb, nəsə belə bir söhbət, qalsın ilkin müəllimin üstündə. O da danışa bilməyən adam, özünü ifadə edə bilməyən adam, özünü ifadə edilməyən vəkilinə nə deyəcək ki, vəkil də onu qorusun. Belə bir söhbətlə elə başa düşürəm ki, qutardı o məsələ. O qədər məlumatım yadından çıxıb. Digər bu ədalətsizlikləri müqayisə elədə, hansı daha ədalətsizdir? Hə də indi gəl bilirsən ki, məsələn 6 il iş verdilər, onda icbari verdilər. Onun yanında bu heç nədir. Bu bilirsən necə? Mən yenə də deyirəm, bu ədalətsizlik məsələsini nədə görürəm? Narahat olmuruq da.
tam olaraq hamı narahat olmalıdır məncə. Sən saydığın kəndin ağsaqqalından tutmuş, nə bilim filan kəsə orabsa, hamı rahat olsun. Məktəbli uşaqlar kimi narahat olmalıdır ki, yəni məktəbli uşaq deməli ki, məni də gözləyə bilər belə bir şey. Məsəl üçün də bu ağsaqqal da narahat olmalı ki, mənim də övladlarım var. Bir də Söhbət təkcə bu nüansda, bu motivdə haqsızlıq olunmağında deyil, ümumi bir haqsızlıqdadır. nəfər narahat olmalı. Bir nəfər deyəndə ki, evin içindəki ən əsas başda valideyn rahat olmamalıdır, narahat olmalıdır. Tez-tez onun təbliğatı getməlidir ki, ümumiyyətcə bu fərqi yoxdur. 12-13 yaşında olsun, fərq eləmir. Yəni niyə o uşaqla danışmadan qorxasan ki? Seksual tərbiyədən danışırsan. 100%. Mən razıyam əslində. İlk başlarda bu məsələni biraz mən şey görürdüm. Adiləşdirməlisən. Görməmişəm deyə belə bir şeyi qəbul edə bilmirdim ki, biz görməmişik. Güya nə Primitiv problem var bir- ki bizdə düşünürdüm. Amma sonra gördüm ki, məndə yoxdur da problem. Primitiv bir dənə başqa bir nümunə verəcəm. Ondan özün əlaqəni qurarsan da. Mən qızıma hər gün gəlib səni sevirəm desəm. Ayda 1-2 dəfə də, ayda 2 dəfə yox, 2 aydan 1, 3 aydan 1 də ona bir dənə buket göndərsəm. Nə bilim, bir nəvazişim, yəni də çox belə Qayğı sözün pis göstərsən qəbul də eləmə. Yəni ki, bir sevgilinin ona göstərəcəyi qayğını atası kimi göstərsən, sonra birsin o sevgilisini sevgiyə ac olmayacaq da. Hə, sonra birsin o bir dənə o şeydə var ya, qaqaşın biri çıxıb 101 dənə roza verəndə şoka düşməyəcək. Deyir ki, Aha. hə, bu onsuz da var idi. Də, bu rahatam. Hava sudda belə bir. Adi. Hava su ki deyəndə ki, hə də mən bundan, yəni Hədə onunla- şeydə o kabura ilə by ala default bilməzsən. da bu. Hə, bu kabura ilə ala bilməzsən də məni. Yəni ki, bu Aha. maska ilə ala Aha, bilməzsən məni. aha. Yəni mən elə başa düşürəm. Yox, məsələnin təkcə tərbiyə məsələsi. Mən əslində burada deyil fokusum, nə yalan deyim. Bu məsələni, yəni danışmaqla insanlara izah edə biləcəyimizə inanmıram açığı. Çünki bunu qəbul eləməyimizdə çox var. Çünki bunu mən özümü kifayət qədər zamanənin nəbzini tutan insan hesab edirəm və mən bunu yeni qəbul eləmişəmsə və mən bu reallıqla yanaşıram ki, insanlar bunu çətin qəbul edəcək. Amma məsələnin ədalət tərəfi mənə elə gəlir ki, hissə-hissə, bir-bir, sən desənə, kəramət böyük söz deyir, bir-bir danışmaq Cəmaatla lazımdır. bir-bir danışmaq. Bir-bir danışmasaq da, yəni mümkün qədərdən mən bir nəfərə o fikri çatdırdımsa ki, bu ədalət nədir və niyə ədalətli olmalıyıq, olmadığımız halda nədir və s. və axı. Yəni bunun mövzunu bir bazasını kiməsə bir nəfərə belə yükləsəm, bu özü bir şeydir də qələbədir də, elə bir ki də bir uğurdur. Yəni ona görə mən məsələnin ədalət tərəfinə ilişirəm. Çünki bu ədalətlilik məsələsi olsa, bu cür səhvlərə meyl edən insan bilsə ki, onu ədalətin ağır əksi göstərəcək üstündə, yəni nəticə verəcək, ona nəsə bir çətinlik yaranacaq. 6 aya məsəl üçün icbari iş kəsilməyəcək və yaxud şeyə qoyduğu qırağa insanlar onu normal insan kimi artıq qəbul eləməyəcək. Onun heç bir şansı yoxdur normal insan olmağa və s. və ilaxır. Və yaxud da daha vacib məsələ, o qız evindən uzaqlaşdırılmayacaq, ata-anası ondan imtina eləməyəcək. Onu cəmiyyət qəbul edəcək ki, buna bir haqsızlıq olunub. Bu haqsızlığı biz pakrivat eləməliyik. Öz məsəl üçün övladımla elədiyimlə bəlkə də bir artıqını ona eləməliyəm. Nəsə yaxşılıq eləməliyəm ki, bu uşaq onu hiss eləməsin üzərində o yükü də, başa düşdün. Bu halda məncə bu məsələlər yekunlaşa bilər. Çünki insan biləcək ki, kimisə bu haqsızlıq eləyəcəyi halda, seksual və yaxud başqa zəmində haqsızlıq eləyəcəyi halda cəmiyyət və dövlət və hər bir şey, yəni ümumi varlıq ona qarşı olacaq. Çünki o ədalətsizlik eləyib ona. Bu da ədalət məncə. Amma məsəl üçün də məsələni heç seksual zəmindən çəkib başqa yerə. Mən 15 yaşda bir uşaqla çiyin-çiyinə dəysəm, boyum, buxunum, qolum, qüvvətim, həyat təcrübəm onu vurub əssəm və hamı mənim arxamda olacağını biləcəmsə, rahat əzəcəm o uşağı, başa düşdün. Amma bilsəm ki, bu uşağa mən çıtma vursam, mənim o çıtmamı qırarlar da, yəni belə deyim də, başımı oynatarlar. Qorxulu. Ki, doğrudan real həyatda belədir də ki, bilirsən ki, kiməsə nəsə eləsən, polis səni aparar. Ona görə də biraz ehtiyat edirsən. Öz hisslərini cilovlayırsan və s. və ilaxır. Amma sən biləndə ki, polis və yaxud hansısa güc strukturu və yaxud cəmiyyət sənə heç bir qınaq eləməyəcək. Heç qınaq eləməyəcək, qaldı ki, hansısa bir cəza sənin üzərində tətbiq etsin. Mən artıq qaldım Allahın və öz vicdanımın ümidinə. Cəmiyyətin qınağı azalıb. Düzdür, həmişə biz demişik ki, cəmaata görə iş görməyək, bunu eləməyək, onu eləməyək. O da bir səncə qızıl ortası. Cəmaatın qınağı azalmayıb, səhv yerə ünvanlanıb.
ortasını itirdiyi o söhbətlərdəki məsəl üçün də filan kəsə görə mən özüm üçün yaşayıram, filan kəsə nə dəxli var özüm bilərəm, amma qınaq nə mənada qınaq? Səhv hərəkətə cəmaət də ondan travmalıdır ki, da elə kimə nə deyirəm deyir ki, özüm bilərəm, öz həyatımdır. Heç kim başladı qarışmamağa. Mən sənə bir dənə söz deyim. Hansısa o baskın videoları var Cəmaət idi. rahatlaşır. Xəyanət baskını videoları var idi. Şəxsi həyat hansı ki bizi heç maraqlandırmır da bu da. O məsələlər yadındadır necə viral olurdu. İndi son zamanlar azalıb ya da mənə gəlib çıxmır, Allaha çox şükür olsun. Yadındadır yəni bir şey olurdu. Ayam oğlu burax bu söhbətin başını, nə bilim nə cürbəcə girdi içəri, nə edirsiniz burada. Bu videolar əvvəl necə viral olurdu? Heç TikTok yox idi, virallıq batladır deyə hər üsulla gəlib çatırdı sənə. Özdə bir dənə şey olur ki, hamının əlində həmin gün o videoya baxır, düzdür? İndi sənə Telegramda 100 dənə o videodan göstərərəm, heç yadda heç qabağa da trendə də düşmür. Mənim sözümün canı odur ki, bu virallığı qazanırsa, bu gəlib çıxırsa, bu qədər yayılırsa, bax ədalət prinsipi, qınama məsələsi və s. burada pozulur ki, bu hansısa 2 nəfərin, 3 nəfərin şəxsi həyatı bu qədər insanların gözünə girir, amma real münasibət bildiriləsi bir vəziyyət var ortada. Real qınanılası bir vəziyyət var. Qınamaqdan o tərəfə keçiləsi bir vəziyyət var. Yeri gələndə türklərin bir sözü var, üşənməyib, yəni tənbəllik eləməyib, yeri gəldi maşına oturub ora gediləsi bir vəziyyət var ki, nə olub o kişi burada? O ilə belə bu məsəl üçün hansısa diqqətdən yayınır. 60 min, 100 min, 10 milyonluq əhalinin 100 min paylaşımı var. 100 min özümüz də bilirik də, yəni hansısa bir postun aşağı rəqəmdir. Danışdığım məsələ var idi, dedim, oğlan gəldi, psixoloji problemlər var idi, örtbasız eləyiblər həmişə. Oğlan bir gündə də gəldi, atasını da öldürdü, anasını da öldürdü, bacısını da öldürdü, balaca qardaşını, hamını öldürmüşdü də. Yoldaşını da bilmirəm, boşumda bir neçə nəfər. Həmin vaxtı qlazokdan qonşu baxırdı, səsini çıxartmayıb. Bu qorxunu başa düşürəm. Bilmirəm o söhbət. Kişi bir polisi yığ, bir çıx pəncərədən səs elə, haykü elə ki, gəlsinlər kimsə bir cəsarətli bir şey eləsin. Qlazokdan video var idi başa. Vay. Elə yadıma gəlir nəsə. Ola bilər ki, indi nəsə səhv salsan, amma bu bu elə söhbət var idi də, yəni bu nəzərdən də görür kimsə. Məğzi var idi, yəni ki, görməm ola bilməz. Bu günləri belə psixmasın adam sayı qədər ölkədə polis var. Yəni onu da qırağa çıxardıq, elə hamı yandı. Heç kim elə gizlədə bilməz. Yəni o səs-küyü heç vaxt gizlədənməsin gün orta vaxtı. Yəni o bir dənə çəkib deyənə biz düşdük o qonşunun üstünə ki, sən çəkimsən, orada bütün kvartal bilirdi ki, elə bir problem var. Ki bu problem də indi bu partlayışı bu həddə verib. Bundan əvvəlki şeylər də var idi, axı mərhələlər var idi ki, bu dəli aləmi qatırdı bir-birinə. Amma dəlinin də atasından qorxur ki, elə atası ilə danışmalı. Tapan gül balasıdır ki, gül balasıdır. Bunu həmişə örtbasdır edib bizi nə edir? Bizi də susturar. Deyər nə bilim sənə dəxli yoxdur. Başa düşdün? Bu cəmiyyətə fikirləşən adam olsaydı. Biraz məncə mümkün qədər burada ədaləti gözləməlisən də hər şey bir qaqa. Özün üçün o ədaləti gözləməlisən. Övladların üçün təsəvvür eyni kvartalda bir dəli var ortalıqda gəzir, rahat, adi insan kimi elə deyil axı. Axırda öz başında partlamağı şey idi, o ilahi ədalət deyirsən, axırda atanın öz başında partlamağı. Demirəm, heç kim ölüm arzulamıram. Prosta ki, övladın gəlib atanı, ananı, bacını, qardaşı hamısını faciə, böyük faciə. Özünkülərə ya, qırağa yox. Qırağa eləmədi ki, özünküləri elə. Bu məsələnin bilirsən necə? Məsəl üçün bizim məhkəmə orqanlarında belə bir şey var ki, bu adət, ənənə və s. və axır kimi şeylər nəzərə alınır da. Əslində, yenə də deyirəm, bir çox adam fokusu məhkəmədədir ki, necə 6 il iş kəsilib, necə bu icbaridir, nə bilim. Bu forma mən səhv eləmirəmsə odur ki, yəni bu evdə olacaq. Məsəl üçün ayağına nəsə bir aparat vurulur və kənarlaşdırılmır da, düzdür bu formatda. Bu qərarın verilməsi məsələsi nədir? İndi ola bilər ki, kifayət qədər hüquqi terminlərdən istifadə edə bilməyəcəm. Amma Azərbaycan məhkəmə orqanlarında mental məsələlər ciddi nəzərə alınır. Və problem ona görə də məhkəmədən mənim fikrimcə çıxır, gedir mental problemə ki, yəni niyə bu kənddə belə bir norma var ki, bu kişi o uşağı alacaqsa, eybi yox qalsın, azadlıqdan məhrum olmasın. Hansı ki, heç bu məsələnin sonunda uşaqdan imtina elədilər. Yəni, atası anası imtina edib, o alacaq o uşağı. Yəni, heç buna da mən inanmıram bu arada. Uşağın heç onu istədiyini də inanmıram. Çox şeydir, uşaqlıqdan uşaqlar elə böyür bizdəki. Yol gedəndə yıxılır, anası gəlir bir dənə də vurur ki, niyə yıxıldın? Bu yıxılıb bir də gəlirəm imtina edirəm ondan başa düşdüm. Yəni, bəs yaxşı,
Başa düşdüm, heç bir Bu bağı ən böyük olmayan qorxaqlıq, ən heç böyük bir bağı cəsarətsizlik. olmayan həyat yoldaşı qoyub gedə bilər. Bu normal deyil ha. Prosta yəni ki, bunu həzm edə bilirik də. Hə, bunun heç bir bağı yox idi, bundan getdi. Nə bir şey, bu sən öz balandır da. Bunun hələ qabaqda indi 14 yaşı var da. Bunun qabaqda yaşasa, normal ortalama nə yaşasa bir 55 ildə var elə də başa düşdün. Yəni səninlə bir yerdə bundan sonra bir 30 ildə var başa düşdün. Bu cəsarətsizlik, qorxaqlıq da deyək də, ədalətsizliklə artıq qarışmış formasında. Yəni normalda bizə də aiddir ya ki, hardasa bir cəsarətsizlik, qorxaqlıq eləyirik, hansısa ədalətsizlik eləyirik. Valideyn qismi xüsusilə artıq valideyndir də. Yəni bunun biz belə görmüşük ki, valideyn qədər insana can yandıran bir varlıq yoxdur və bu valideyn belə uşaqdan imtina edirsə, gör Bilirsən niyə? ədalətsizlik hansı həddədir. Tərbiyəni sıxmaqla verir. O tərbiyə etsin, başını bıraq da, sıxmaqla tərbiyə olmur da. Yəni bunu eləmə, onu eləmə. İzah da eləmir ki, niyə görə eləmə. Axşam saat 11-də gəlmir. İzah elə ki, 11-də gəlsən nə olar? O onsuz da 11-də gəlməyəcək. Düzdür? Yəni ki, başa sal ki, 11-də gedəsən gecə klubunda başa falan şey gələr. Mən ümumi danışıram. Falan şey olar. Orada hər cür adam var. Biz bir yəni əmin deyilik cəmaatdan nəsə də bu şeylər ola bilər. Bu ehtimalları görəndən sonra istəyirsən da get. O da başa düşəcək ki, hə, ağıllı başlı adamdır ki, elə böyüyən, o tempdə düz mütənasib böyüyən adam onsuz da onu eləməyəcək. Və yaxud eləmək istəsə də eləyəcək, ehtiyatlı olacaq. Yəni ehtiyatlı olmaq məncə işin 90%-dir ki, mən nəsə gözləyirəm. Nəyi demək istəyirəm? Bunu, yəni bu səhv tərbiyənlə sıxır uşağı böyüdür, sıxa böyüdür, onsuz da bu səhv gedib də tərbiyə. Bu nəsə olacaq. Yəni bunun başına bir şey gələcək. Başına da bir şey gələndə imtina edir ki, sən mənim namusumdur, qeyrətimdir, mənim bu başıma belə bir şey gəldi. Özümdən azad eləməklə özümü, bəs vicdandan azad ola biləcəksən. Yəni ki, sən o uşaqdan özü izolyasiya edirsən, kəndin yanında yaxşı olasan deyənə. Ki mən inanmıram ki, Bir həftə. buna pis baxan insan Bir üçün, həftə. hətta buna pis baxan insan üçün heç bu yəni Vətəndaş bu ilə düzəlir hər şey. Vətəndaş A serialında çox necə ideal göstərmişlər o şeylərin hamısını. Bu indi başımıza gələcək olan şeylərin hamısını səhv eləmirəmsə Elvin Rüstəmzadədir rejissor. Necə hamısını belə detallı göstərmişdi. Rayonlarda olan baş verən. Söhbət orada müəllimənin Bakıdan durub gedib rayonda dərs deyib, orada nə bilim bir inqilab eləməyi deyil. Yəni ki, orada rayonun içində olan bütün o şeylər, məsələlər vardı ki, hansı ki, qız oğlanı qaçırdır. Oğlan qızı. Olsun o da olsun, nə olar. Oğlan qızı qaçırdır. Oğlan qızı qaçırdan oğlan babası kəndin məsələn ağsaqqaldır. Nəsə belə bir temalardı. Elə bir-birlərin o qeyrət namus temasında bir-birlərini sıxa-sıxa aləmi vurdular. Oğlan da atası rəhmətə getdi, qızın atası getdi, içəridə yatdı. Yəni bir-birlərini əslində çox normaldır. Onlarla bir dənə söhbət eləyib. Müəllimə hər şeyi düzəldə bilərdi kimi baxırdım şeyə. Aha. Amma neçə dənə ölüm itim oldu orada. Uşaqlar yəni üzə çıxmadı da, qaçmışlar belə deyə. Həmin vaxtı birinin atası öldü, o birisinin atası içəriyə düşdü, plankəsin başına bir şey gəldi. Çox aləmdəydi bir-birini. Nə var, bir dənə o qıza okey, hamımızın namus, qeyrət söhbətini başa düşürəm. Amma ona düzgün tərbiyəni verməmsənsə də, yəni o sıxmaqla böyütmüsənsə də, onda başına nəsə gələ bilər ehtimalını bilirsən də, bilmirsən də, onu bilsən eləməzsən bəlkə də. Bu dərk eləyə bilmirsən. Başına bir şey gələn kimi də izolyasiya olursan o uşaqdan. İnsanın obrazı məsələsi var. İnsan özünün valideyn obrazını başa düşməlidir ilk növbədə. Bir də nə deyəcəydim? Sən danışanda bir fikir gəldi ağlıma. Deyirsən ki, uşaq kimi düzgün tərbiyə verməkdə. Düzgün tərbiyənin metodu da biraz belə deyək, az-çox psixoloji söhbətlərdə dinlədiyimiz budur ki, uşaqla böyük kimi yeri gələndə davranmalısan, böyük kimi danışmalısan. Yəni böyüyü ciddiyə aldığın qədər uşağı ciddiyə alaraq danışmalısan da. Yəni məsəl üçün uşaqla bacardığın qədər bizdə var da belə bir şey ki, şirin dillə danışmaq əslində bu qəbul olunmur da. Yəni uşaqla daha ciddi danışmalısan. İndi uşağın da danışa bildiyi yaşlardan söhbət gedir də. Bunu eləməyib, bu ciddiyə almanı eləməyib, ancaq artıq cəza vaxtı gələndə, artıq hansısa əclafın hansısa əməl törətdiyi yerə gələndə artıq uşağı birdən-birə böyük kimi qəbul edirsən. Bəs bu təzad var axı.
Yəni rast ki, sən doğrudan da bunu uşaq gözü ilə görüb, bu uşaqla başqa cür danışmaq lazımdır. Bu uşağı yeri gələndə mən nə deyirəmsə o olmalıdır. Sən Bu sənin üçün balaca bir varlıqdırsa, idarə olunan pultlu bir varlıqdırsa, onda sən buna niyə imtina edirsən? Sən idarə edirdin də. Rast ki, bu belədir. Uşaq özü onsuz da səni idarə eləyir. Uşaq özü bütün sualları sənə verir. Sən onun üstündən keçirsən, yəni ki, sənə ehtiyac yoxdur, oturasan uşağın görsün tərbiyəsini necə verim. Heç nə, sən sual verdikcə düzgün cavab ver. Adekvat cavab ver, ədalətli cavab ver, vicdanlı cavab ver. Problemlərdən biri bilsən nədir? Uşağın verdiyi bəzi suallar var ki, insan bu yaşına gəlib və özünə hələ də verməyib o sualı. Ən böyük problemlərdən biri odur. Onda özü də adekvatlıq, belə deyim, yenə də gəlirik bizim mövzuya, ədalətlilik ondadır ki, bilmirəm, deyirsən ki, bala mən sənin bunun cavabını verərəm. Ged axtar. Sən övlad yetişdirsən, təsəvvürlə fərd yetişdirsən, zarafat deyil bu. Real time böyütmək lazımdır. Yəni ki, bu gün mənə nə lazımdır? Situasiya görə. Məsələn, bu gün verdiyi suala uyğun cavab verməliyəm. Lap indi bildiyim bütün deyək ki, 18 yaşı var, mənim 33 yaşım var. Bütün hər şeydən məlumatlıyam. Nə sual verdi, prosta düzgün cavab verdi. Yəni ki, atıram, mən həmişə ondan elə acığım gəlib ki, bizim dövrümüzdə belə bir şey vardı. Bilməm nədən qorxurdular valideynlərimiz. Gördüm bir yerdə davadır, baş qoşma ora, sənə də bir şey olar. Budur da, bəs gətirdi, çıxartdı. Bu qorxu başa düşürəm açığı. Düşmədi, amma da. Övladıma mikrofon getdi. Övladıma nəsə olar qorxusu var. Bunu başa düşürəm. Amma ki... Göz yumma da. Göz yumma. Yəni bunun yolunu göstər də ki, valla gördün ki, problem var, polis çağır, məsəl üçün. Polis çağırmadı, məhlədə qoymadılar axı bizi. Hər tərəfdən bloklandı. Hər tərəfdən bloklandı da. Sən ki, valideynsən, sən fərdi düzgün yetişdir də. Mən onu deyirəm ki, hisslərlə yaşamaq lazım. Mən bu dəqiqə bunu hiss edirəmsə, bunu eləməliyəm. Deməli, düz hiss edirəm. O dəfə də Fərhad bəylə də danışanda həmin söhbət oldu ki, bu saniyə mən nəyi hiss edirəmsə onu eləməliyəm. Ondan sonra gələn hamısı beynin bizə verdiyi şeylərdir, qoruma instinktləridir. Yəni ürəyimlə nə hiss edirəmsə, ürəyimlə deyəndə, yəni razıyam, amma ki, sırf bu situasiyanın üzərindən gedəndə yox, ümumiyyətcə tərbiyədən danışanda, yəni zorbalığa çağırış eləməyək də. Yox, sabahsı gün uşaqlar qalxırlar ayağa. Çağırış yox, onu dalaşır. Dalaşır yox, mən onun əksinə getdim bacardığım qədər. Amma əksinə getməyən adamlar vardı ki, indi bizim yaşa çatıblar. Mən görürəm ki, hələ də göz yumur. Özü bilər, bizə nə dəxli var? Necə bizə nə dəxli var? Yəni o olmur axı da elə. Yəni insan hamısı eləməli dəxli var. Mən çox primitiv şeydən deyim. Biri dalaşırsa, yox dalaşırsa, yox biri-birinə torba tikirsə, sən necə ona? Yəni bilsən nədir söhbət? Günahkar bilsən harda olursan, sən onu görüb ona müdaxilə eləməyəndə, yəni ki, vicdanlıyam, beləyəm, eləyəm, mən hərəkətlərimdə yaxşıyam, yox da sən ona necə görürsən axı. Göz yumduğun müddətdə sən deməli ədalətsizsən. O şeyə, günaha, o əmələ şəriksən də bir növ. Şəriksən, hayır, elə bu sözü axtardım mən ki, yəni ən azından nə cürsə filankəs gəldi mən onun haqqında düz məlumatı danışsa problem yoxdur. Yəni bu filankəs söz aparıb gətirəndir. Evdə bir şey olanda ki, şeydir, ilişmə olaraq qalırsan belə məhəllədə nə bilim polis çağırma ki, birdən məhəllədə pis baxarlar. Hər tərəfdən bir sərhədlər çəkirlər. Böyüdükcə gördük ki, həmin o sərhədləri çəkən adamlar özləri bütün sərhədləri aşıblar. Bir çox insanların inandığım budur ki, daxilində o ədalət şeyi var uşaqlıqda. Əgər bunu çirkləndirməsə, çirkab batırmasa, buna davam eləsə, məncə o çox kifayət qədər ədalətli insan ola bilər. Bir də təbii ki, zehni inkişaf da burada rol oynayır da, insan başa düşməlidir ətrafında baş verənləri. Düzgün tərəzidə baxmalıdır. Burada zehni inkişafın da rolu var bu məsələdə ki, mən ola bilər ki, ədalətli böyüyüm, ola bilər ki, ədalət prinsipini başa düşüm. Amma nəyin doğru olmadığını da başa düşmə məsələsi var. Bu məsələdə sırf başlıqdakı hadisənin bir dənə şey bizə nə yadıma gəlir? Avtobusda da siqaret çəkirdilər, yadıma gəlir. Avtobusda siqaret, bax, şoferin çəkməyi yadımdadır. Məştəqə yolu. Sən şofer deyirsən. Şofer çəkirdi, o heç kimsə də povud götürürdü ondan. Biraz dayday pəncərə yanında. Sən o videonu gördün, bir dənə xanım gəlir, dayday avtobusda oturub siqaret çəkir. Sumqayıt avtobusunda. İndi Lüboy adam həmin dayday vurar. Ya vurmadı, çəkib reaksiya verir. Amma o vaxtı şey yox idi. Ya indi o məqbul şeylər də, prinsiplər də, həmin dövrdə o prinsiplər var ki, siqaret də okeydir. Söhbət şeyə gətir, burada siqareti gətir. Məsələ qayıtsaq şeyə, bu deyəndə biraz məsələdən uzaqlaşdıq. Gələndə uşağın tərbiyə məsələsinə. Uşaq səhv eləməmsə, indi o yeri qalıbsa, qalmayıbsa, mən orada fikrim o idi ki, uşağa tərbiyə prosedurunda tərbiyə verərkən uşaq kimi yanaşırlar. Əslində yanaşmamalı olduğu kimi. Yəni
bu fikir yağları dedim, kadra düşüb düşməyib bilmirəm deyə təkrar deyirəm də ki, uşağa ciddiyyətdə, fikir bildirmədə böyük kimi yanaşmalıyıq. Amma ki, bunu belə eləmirlər. Yəni uşaqla bu danışırlar və yaxud da yer-yetişinə məşğul ciddi almırlar və s. və ilaxır. Yekunda gəlir hansısa bir məsələ patlayanda, məsələ bu çəkdiyimiz qədər ciddi olmasa da, hansısa bir məsələ patlayanda artıq onu birdən-birə böyük adam kimi qəbul edirlər. Böyük adamların gözlədiyi şeyləri gözləyir ki, mən sənə demədim ki, bunu belə elə. Məsəl üçün, adi bir şey universitetə hazırlaşanda prosedur ərzində adam yerinə qoymayıb, sondakı yekun ürəyincə olmayanda böyük insanla danışırmış kimi danışıb, bəs bu qədər pulu nəyə görə qoyduq və s. və ilaxır eləyəndə, bu düz deyil axı. Bilirsən nədir söhbət? Belə bir şey məndə də olur. Hər hansı bir proqramı öyrənmişəm. Mən sənə öyrətməyə gələndə elə bilirəm ki, sən bilirsən bunu. Hərdən elə şeylərin üstündən keçirəm ki, əsl ключевой momentlərdir, açar moment. O keçirəm onun üstündən. Yəni sən də heç onu da sən də bilmirsən ki, elə bir şey var. Başa düşdün? Mən də keçdim. Sonra gəlirəm ki, necə sən bunu bilmirsən? Yəni necə bilmirsən? Bu nə səhv eləmisən? Olur da başa düşdün. Ona görə onu o qədər özümdə tərbiyə eləmişəm ki, o xırda şeydir. Onu oradan yola çıxıb deyirəm ki, uşağı da nə biz onu yaşamışıq 35 il məsəl üçün də 33 il, 35 il, 30 il. Uşağın 7-8 yaşı var, 10 yaşı var, 13 yaşı gəlib çıxanda sən nə cürsə elə bilirsən ki, bu bunu bilməlidir. Yox. Bir də bu ədalət prinsipi ilə bağlı bu dinin montajını təzə qurtarmışam deyə elə bir ki, onu səninlə danışmış kimi hiss edirəm də, biraz da təzə danışmış kimi hiss edirəm. Əslində bir neçə həftə əvvəlin söhbətidir də bu. Artıq bax bu məsələlərdə din və digər inanclar ortaya girir məncə. Ədalət prinsipində və digər prinsiplərdə. Bir dənə hansısa bir video shorts idi və yaxud reel idi, yadımda qarşıma çıxdı. Deyir ki, şeyi sorğuluyur, cinsi istək məsələsini sorğuluyur. Deyir ki, yəni, necə eləyək də? Yaxşı cavab verir ki, orada məsələ dinin sənə qoyduğu tələb kişi ol deyil. Dinin sənə qoyduğu tələb odur ki, bu normalar var, bu normalara riayət elə. Sən cinsi istəyin, cinsi nə deyirlər ona? Adaptasiya. Cinsi adaptasiyan düzgün deyil və yaxud alışılmış deyil deyə, məsəl üçün sən kişi arzuluyursan, digər kişi də qadın arzuluyur. Bu şərəfsiz əclaf pedofil də uşağı arzuluyur. Bax burada din ortaya girir ki, deyir ki, bu arzulamağı saxlayın qardaş. Norma budur. Və yaxud sən oğurluq eləmək istəyirsən, və yaxud sən adam döyməksən, aqressiya göstərməksən və s. və ilaxır kimi mənfi nüansların qarşısını alan mənim şəxsi fikrim budur ki, dindir. Deyir, budur. Bu da olmasa ədalətin ağır şilləsidir. Artıq sən bu şillədən yeyəcəksən. Ya o dünyada, ya bu dünyada və s. Bu nüansları bax, məncə din bərqərar edir. Yeri gələndə bir düzdür, dindən yanlış istifadə edib elə din ölkəsi kimi, mən şəxsən elə tanımıram, amma dünya Əfqanistanı din ölkəsi kimi tanıyır. Orada bu nüans Allah bilir dəfələrlə çoxdur da. Amma ki, əsl din məncə bunu şey edir də, tarazlayır ki, belə şeylər olmasın da. Yəni tələbi budur. Və bu tələbdən yayındırırlar insanları, bu başqa məsələ, amma tələbi budur. Demir ki, onun boynunu vur kişi arzuladığına görə. Deyir ki, ona deyir ki, sən kişi arzulama da, qadın arzula. Daha doğrusu arzulaya bilmirsən heç nə. Sakit dur qıraqda. Profesional oğursan, məsəl üçün təsəvvür elə. Çox ciddi profesional oğursan da, yəni elə milyonu aparırsan da. Din sənə deyir ki, oğurluq eləmə. Get bomş ol qardaş. Oğurluq eləmə. Düz deyə, real belə ağıllı fikirlə yanaşanda deyib nəsə iş tapacaqsan da, nəsə eləyəcəksən. Sonra milyonçu ola bilməyəcəksən. Sən oğurluq edərək milyonçu ola bilirsən. Din sənə deyir ki, eləmə də qardaş, eləmə. Bizim bu bucağın görsən burada səhv yönləndirir. Bizim bu bucağın ilk obyekti, ilk yox da belə digər ikinci çıxdığımız obyekt var idi ya. Orada bilsən də mən bucaqdan əvvəl 2 dənə biznes yoxlamışam da, Florida ayrıca yoxlamışam. Əlavə olaraq Elsa qadın geyimini yoxlamışam. Gələndə kişiyi gördüm, üzbəüz gəldim. Orada indi oturan elə deyək də ev alqı satqısı ilə məşğul olan dizayner yoxdur orada. Ev alqı satqısı ilə məşğul olan kişini gördüm. Soruşur ki, nəsə hal-əhval tutdu, mən də tutdum. Kişini görmürsənmi, obyektiyəsi deyir. Ya dedim, yox da açıq sağ ol qalmayıb. Burada da olmur da həmin ki. Deyir ki,
obyektin nəsə düşməzi var. Dedim belə dayandım. Dedim açığı mənim ağlıma neçə dəfə gəlib, prosta məntiqi izahı vermişəm biznesdəki. Ona görə demişəm yəqin olmaz. Söndü soruşdu ki, topaz olmuyor bunlar əvvəl. Dedim olub. Deyib elə budur da məncə də. Topaz da işləmədi daha. Məsələ nədir? Buradakı dinlə desək mənəvi məsələlər, nə bilim, yeni dinlə desək enerji məsələsidir burada. Bu şeyə artıq təmizə çirk qarışıb. Kişini şəxsən mən tanıyırdım. Kişi çox təmiz insandır. Adam keçmir də oradan. Ya, adam keçən biznes qurmamışıq axı. Yox. Mənim obyektimin hal-hazırda yerləşən obyektimin qarşısına adam keçir. Mən oranı gördüm. Elə də çox şükür onlayn satış orada olmurdu axı. Paltarda. Güldə də olmurdu. Yəni biraz çox məsələni izah edeyim. Məsələnin izahı ondan ibarətdir ki, sən oradan filan yolla pul qazanmağa çalışırsan. Başa düşdün? Qəbul olunmayan yolla. Mən buna inanıram. Mən çox şey idim də yəni. Gürcüstan biznes batdı. Hə, düşdü. Yer dəyişdi də. Yox, elə batmaq üzrə idi də. Güclə yığışdırdın da. Yer dəyişdi. Sən niyə elə baxırsan məsələyə? Güclə yığışdırdın da. Yəni bu yığışdırmaya da bilərdin də. Yəni o biznes başqası da mən öz üstümə atıram da. Yəni sən necə oldu yığışdı? Harda yığışdı? Orada yığışdı. Amma yəni özümdə görürəm də günahı. Orada yığışdı. Görürəm axı da topaz olub deyənə. Okey, məntiqi izahlarını ver. İzah elə ondan sonra mən sadəcə demək istədiyim odur ki, biraz fikrimdən bəlkə də çox uzaqlaşdım. Məsələdə, ümumi məsələlərdə təkcə enerji deyək də, enerji məsələsi də böyük rol oynayır. Gərək insan çirkləndirməsin enerjisini. O mənada, hə. Yəni mən bura gətirirdim məsələni. Amma yəni bu məsələdə də yəni açığı inancım odur ki, yəni sırf sən öz üzərindən gedirsənsə, sən özün də müşahidəni yaxşı aparsan, sən oradan çıxandan sonra biznesi təzədən yığışdırıb və yuxarı qaldırmaq prosedurlarına keçdin. Və əlavə olaraq da okey, tək elədin, orada bir yerdəydik və s. və axır. Amma məsələ ondan əvvəlki obyektdə yerləşdiyimiz obyektdə də qalxdıq, sonra gəldik ora düşdük, sonra çıxdın oradan qalxdın. Düz deyil. Yəni və yaxud mən özüm orada 2 dənə biznes yoxlamışam axı bu bucaqdan izafə. Mən özüm orada 2 dənə biznes yoxlamışam və ikisi də gəlmişəm, düşmüşəm, çıxmışam, qaldırmışam. Digərini mən davam etdirməmişəm. Var, enerji inanıram. Enerji adını nə qoyursan qoy onsuz da ad məsələsi şey deyil. Vacib deyil. Məsələni yekununa qoysaq, yekunlaşdırmağa çalışsaq, məsələnin yekununda ədalətli olun. Hə, ədalətli olun. O şey Antokolskidəki ədalətli olun. Yəni çox vacib məsələdir. Sağ ol. Sağ ol.